İlahiyyatçı və psixoloq. Hər ikisi eyni predmetdən danışır. O insan psixikasıdır. Sadəcə olaraq başqa-başqa rakurslardan. Psixologiya nəyi öyrənir? Bu insan psixikasını öyrənir, insanın emosiyalarını öyrənir, davranışlarımızın arxasında olan emosiyaları öyrənir, buna təsir edən fikirləri öyrənir, problemlərini öyrənir, sindromlarını öyrənir. Onu müalicə eləmə, terapiya eləmə formalarını öyrənir və bu formada araşdırma aparır. İndi bu dəqiqə iqtisadiyyat psixologiyası var. Müştərini necə cəlb eləyəsən, marketinqi düzgün necə qurasan, rəylər insanlara necə təsir elədi, sözlər necə təsir elədi, hansı psixoloji metodlarla hansı məhsulu sata bilərsən və ilaxır. İlahiyyatçı nəyi öyrənir? İlahiyyatçı psixikaya ruh deyir. Ruh mənəvi və daxili harmoniya tərəfdən öyrənir. Və ilahiyyatçı artıq psixoloji sindromdan danışmır. Şuur altında yatan travmaların sosial tərəflərindən danışmır. Deməli, ilahiyyatçı da öz işini görür. Ancaq psixoloqun işinə girmədən ilahiyyatçı nə danışır? O da emosiyadan danışır. Ancaq emosiyanı rəzalət və fəzilətə bölür. Psixologiyada belə bir bölgü yoxdur. Məsələn, günahkarlıq sindromu var. Bu sualı ilahiyyatçıya verin. O deyəcək ki, insan Rəbbi ilə öz arasında ilahi qaydalar var. Onu pozur, ondan sonra günahkarlıq hissi yaranır. Psixoloqdan soruşun. Psixoloq günahkarlıq hissi mənəvi tərəfdən necə yarandı, niyə yarandı onu deməyəcək. Onu sırf psixoloji proseslər tərəfindən öz baxışından araşdıracaq. Ancaq bu iş günahdırmı? Qəlbdə qaralıq yaratdımı? Ruhani tərəfdən necə bir təsir elədi? Psixoloq o mövzuları bilmir. İndi ruhaniyə deyirsən ki, mənim içimdə günahkarlıq hissi vardı. Mən bu hissdən necə qurtulub? Necə get tövbə elə? Allahla öz aranı düzəl. Psixologiyadan danışır. Danışa bilməzmi? Danışır. Çünki bunun sahəsidir və bu da bu kontekstdə danışır. İnsan və Rəbb kontekstində. Bəzən psixoloqlar, ruhanilər o mövzuda danışanda elə bilirlər ki, bunların sahəsinə girirlər. Bir ilahiyyatçı başlasa bir psixoterapiya ilə məşğul olmağa, o sahədə təhsili olmadığı halda başlasa psixiatrların işlərini görməyə. Onda deyirlər ki, yox, ilahiyyatçı burada cizgisini aşdı. Deyilən mövzuda zaten din danışıb, əxlaqi rəzalətlərdən danışıb, ruhun mənəvi immunitetindən danışıb. Bəzən belə deyim də bir mövzunu tam ayıra bilməmək və təhsilin çox şaxəli olmamağından irəli gəlir.